Küçələr neon. Küçələr neon, beyinlər orta əsir. Birinin əlində xaç, birində sponsorlu əsər. Biri deyir sus, günahdır sual vermək. O biri scroll elə düşünmə, trendə girmək. Tüneldə qalmış insan kimi baxır metroya. Qatar keçir üstündən, sistem girir şura. Moskvada yeraltı, Tehranda bina çökür. Eyni qorxu fərqli dildə insanlığı sökür. Biri tonqal qala iblis deyib yazara. Biri kansel edir post atmadın deyə sabaha. Adlar dəyişir, sadəcə metod köhnə qalır. Taxt dəyişir amma qul yenə baş əyib qalır. Bir tərəf deyir, ruh yalnız bizdə təmizdir. O biri like yığmırsansa deməli səssizsən, zərifən. Birində qadağalar daş divarlı monastır. Birində azadlıq adıyla reklamlı qəfəs var. Birində Cadugerovu, birində Lynch Culture. Eyni kəndir, fərqli rəngdə algoritm culture. Şeytan artıq buynuz taxmır başına. İdeologiya kimi girir insanın içinə. Bəzən bayraq olur, bəzən müqəddəs kitab, bəzən humanist maskasında robot hesab. Soruşdum kim ağlıdır, hamı barmaq uzatdı. Heç kim güzgüyə baxmadı, vicdan login tapa bilmədi. Metro tünelində qalmış ağıl kimiyik? Yuxarıdan keçən qatara əl edən kimiyik? Əldə silah, qorxu cibdə paslı xəncər. İnsan öz ruhundan qaçır hər gecə, hər səhər. Uşaq divara yazdı, azardlığı necə sildilər altından. Başqa biri yazdı, qorxunun dekor dəyişmiş şəklidir. Molla da əsəbi, influencer də hirsli. Biri cəhənnəmli qorxudur, bir blok siyasıyla gizli. Birinin duası trendi, birinin trendi dua. Hamı danışır yüksəkdən, ruhsa düşüb kuyuya. Mən isə nə tonqalçıyam, nə sünü mələk. Sadəcə tuneldən çıxmağa çalışan bir ürək. Çünki dünya iki yerə bölünmür sandığın qədər. Bəzən ən böyük savaş insanın içində gedər. Sanıl içində də. Metro tünelində qalmış ağıl